Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Şəki rayonu Aşağı Küngüd kəndi ərazisində yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər yanğından mühafizə hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Kia VAZ-2107 və VAZ-2106 markalı mini avtomobillərinin iştirakı ilə yol qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib. Yanğınsöndürən xilasedicilər xüsusi vasitələrin köməyi ilə VAZ-2107 markalı mini avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamaloğlunun, 1981-ci il təvəllüdlü Mehdiyeva Pərvanə Kamal qızının və Mehdiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, yol qəza hadisəsi nəticəsində Kia markalı mini avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamaloğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən tədqiqat aparılır.